dəfə hardayıq, bu dəfə Masazırda. Masazırda prospekt yolunun kənarında. Araz Marketin, Omidin düz yanında. Sənə tam təmirli, 2 otaq, 2 əşyalı, düşmə qiyməti ev çəkirəm. Keçən evlə tanışılıb, Brilliant Şadlıq Sarayının düz yanında yerləşir. Omidin yanı göstərdiyim kimi Araz Marketin düz yanında. Qardaş oğlu, bu dəfə yerimiz dəyişmişik. Biz sağdayıq, dəyərli izləyicilərimiz. Hörmətli Xırdalan Əmlak kanal izləyicilərimiz. Bu gün gəlmişik biz stanslara. Xırdalan Masazırda Brilliant Şadlıq Sarayının yanına gəlmişik. Prospekt yolunun kənarına öz yerimin bir dənə evi çıxıb, qəşəng səliqəli, əşyalı, əşyasız. Yəni evin baxanda bilinir ki, ev necə evdir. Və qiyməti çox qəşəng qiymət. Bugünkü yəni sən nə Masazırda, nə Xırdalanda bu qiymətə elə ev tapa bilməzsən belə. Sözü uzatmayaq, bu təqdimata başlayaq. Kes bu tərəfdən göstərək giriş hissəsini. Əsas giriş hissəsi buradadır. Girişliyə yerlə isti döşəmədir, ümumi ev isti döşəmədir. Bunu xatırladım. Geniş kladovka yığılıb bütün əşyaları yığmaq üçün. Burada yerləşir evin hamam sanuzeli. 55 kvadratdan ibarətdir. Deməli 55 kvadratdır. Burada yerləşir evin əsas yataq otağı, geniş bir dənə yataq otağı var. 2 otaq, qanuni 2 otaqlı bir mənzildir. Tam təmirlidir, tam əşyalı da satılır. Əşyalı da satılır, əşyasız da satılır. Hər iki qiymət əla bir qiymətdir. Keçək qonaq otağını təkrar göstərək zəhmət olmasa. Keç qonaq otağını göstər. Burada geniş bir dənə qonaq otağı, nə görsənsə hər şey qalır. Fikir verin bir dənə buna. Qonaq otağına 2 dənə pəncərə düşür. Yataq otağında özünün müstəqil pəncərəsi var. Və mətbəxin də özünün müstəqil pəncərəsi var. Keçək mətbəxə qiymətlə izah edəcəm. Mətbəxə. Bu da mətbəxidir, geniş bir dənə mətbəxi, stolsuz yerləşir, əyləşib, çayınızı, çörəyinizi yeyib içə bilərsiniz burada. Mətbəxdə görünən paltar yandı, soyucusu da hər şey qalır. Və mətbəxdən də balkon hissəsinə keçmək üçün yerdir. İndi də paltara sərli balkonu göstərmirəm. Gəldik əsas məsələyə, qiymətə. Qiymət təyin edilib, dəyərli izləyicilərimiz. Əşyalı qiymət 72.000 manat. Bütün əşyalarla bir yerdə. Amma əşyasız mətbəx mebeli, kombi, sanuzelin aksesuarları qalmaq şərti ilə 68.000 manat. Deyiliş qiyməti hər iki qiymətdədir. Əşyalı və əşyasız qiymətlə razılaşmaq olunacaq. Mənzilimiz də yerləşir, deməli, harasa 7 mərtəbəli binanın, səhvimizə 7-də 6-da bu belə. 7 mərtəbəli binanın, binada qaz, su, işıq, lift, bütün hər şey də mövcuddur. Yerləşir 1-ci mərtəbəsində. Necə 1-ci mərtəbə? Deyərsiniz ki, yerdən xeyr, belə bir şey mümkün deyil. Binanın 1-ci mərtəbəsi əsas yerdən, belə deyim də, aşağısı obyektdir, obyektdən sonra 1-ci mərtəbədir. Yəni hündür 1-ci mərtəbədir. Gəlib yerində baxdığından sonra sözümüzdən, əməlimizin bir olduğunu görəcəksiniz inşallah. Gələn adama da yerindən indirim olacaq. Sağ olun, salamat qalın.